xeyirli olsun uşaqlar. 7-ci sinif şagirdləri üçün ikinci bölmənin 6.2 elektrik cərəyanı mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə keçid etməzdən qabaq hər zaman dediyimiz kimi öz gələcəyinizin mimarı siz özünüzsünüz. Çalışqan olun, dürüst olun, xəyallarınızdan vaz keçməyin və gerisini Allaha həvalə edin. Başlayaq öyrəndiklərinizi tətbiq edin hissəsinə. Öyrəndiklərinizi tətbiq edin hissəsinin birinci sualında deyir ki, uşaqlar, ampermetrin göstəricisinə əsasən naqilin en kəsiyindən 2 dəqiqədə keçən yükün miqdarını hesablayın. Deməli, əvvəlcə biz baxmalıyıq ki, ampermetrin göstərişi nə qədərdir? Fikir versək burada, ampermetr nə qədər göstərir? Əgər hər bir bölgü 0,1-dirsə, bax, buradakı göstərici olacaq 0,4. Yəni, I ampermetrin göstəricisi 0,4 amperə bərabərdir. Və 2 dəqiqə ərzində deyir, T bərabərdir 2 dəqiqə. Saniyə çevirmək lazımdır mütləq. Yəni, 2-ni vurarıq 60-a edəcək 120 saniyə. Və yükün miqdarını soruşursa, Q bərabərdir sual işarəsinə. Baxın, cərəyan şiddətinin düsturu necə idi? I bərabər idi, Q bölünsün T-yə. İndi buradan Q-nü tapmaq istəyirik. Q bərabərdir, I vurulsun T-yə. Yaxşı, yerinə qoyaq. I-nin qiyməti 0,4-dür. T-nin də qiyməti 120-dir. 0-ın biri gedir 48. Demək ki, Q-müzün miqdarı 48 kilona bərabər imiş. Yəni, bu şəkildə müəyyənləşdiririk. İkinci suala baxaq. Elektronların naqildə hərəkəti təsvir olunmuşdur. Hansı halda elektrik cərəyanı yaranır? Yəni, A halında yaranır, yoxsa B halında yaranır? Bunu araşdırmalıyıq. Fikir versək, A halında elektronlar nizamlı hərəkət edir, amma B halında isə elektronlar nizamlı deyil. Bir hissəsi sağa getdiyi müddətdə digəri sola istiqamətində hərəkət edib. Əlbəttə ki, bu zaman A halında elektrik cərəyanı yaranacaq. Çünki elektrik cərəyanının yaranması üçün yüklü zərrəciklər nizamlı hərəkət etməlidir. Deməli, A variantı doğrudur. Çünki elektrik cərəyanının yaranması üçün, bir daha deyirəm, yüklü zərrəciklər nizamlı hərəkət etməlidir. A halında da nizamlı hərəkət var, amma B-də yoxdur. Üçüncü suala baxaq. Naqilin en kəsiyindən keçən elektrik yükünün zamandan asılı qrafiki verilmişdir. Yəni, bu qrafik. Naqildəki cərəyan şiddətini hesablayın. Əvvəlcə qrafiki nəzərdən keçirsək, burada, bax, bu kəsişən nöqtəyə əsasən, başqa rənglə göstərək, bu kəsişən nöqtəyə əsasən Q-nün qiymətini tapaq. Bax, burada Q-nün göstəricisi 0,5-dir. Yəni, Q bərabərdir 0,5 klon yazırıq bunu. Və aşağıya bir perpendikulyar dendiririk. Burada da T-nin göstəricisi 20-yə bərabərdir. T bərabərdir 20 saniyə. İndi bizdən nə soruşur? Cərəyan şiddətini. Cərəyan şiddəti də I hərfi ilə işarə olunur, sual işarəsi. Cərəyan şiddətinin düsturu necə idi? I bərabər idi, Q bölünsün T-yə. Bax, burada Q-nün qiyməti 0,5-dir. T-nin də qiyməti 20-dir. Gətirib qoyaram yerinə. 0,5-i 20-yə bölünür neçə edər? 0,1000 də 25 edər. 25 nə? Amper. Bəs vahidin də yanında mütləq şəkildə yazmalıyıq. İndi sonra keçək uşaqlar sizinlə öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində görək nə var. Burada deyir ki, metallarda elektrik cərəyanı hansı zərrəciklərin hərəkəti nəticəsində yaranır? Əlbəttə ki, fikir versək, metallarda elektrik cərəyanı əlbəttə ki, sərbəst hərəkət edən elektronların hərəkətinin nəticəsində yaranır. Yalnız sərbəst hərəkət edən elektronların hərəkətinin nəticəsində. Yazaq bu zaman. Sərbəst hərəkət edən elektronların hərəkəti nəticəsində. Nəticəsində. Digər ikinci suala baxaq.
İkinci sualda deyir, cəryanın yaranması üçün yüklü zərrəciklər necə hərəkət etməlidir? Əlbəttə ki, cəryanın yaranması üçün yüklü zərrəciklər nizamlı hərəkət etməlidir mütləq. Nizamlı hərəkət. Deməli, ikinci sualın da cavabı bax bu oldu. Daha sonra uşaqlar keçək indi üçüncü suala. Üçüncü sualda deyir ki, elektrik yükü və cəryan şiddəti üçün uyğun bəndləri Euler-Venn diaqramında müəyyən edin. Deməli, burada veririk və biz elektrik yükü və cəryan şiddəti üçün hansılar uyğundur müəyyənləşdirməliyik. Beynəlxalq sistemdə vahidi amperdir. Əlbəttə ki, cəryan şiddətinin beynəlxalq sistemdə vahidi amperdir. Beynəlxalq sistemdə vahidi kulondur. Əlbəttə ki, elektrik yükünün 2 gələr 1-ə uyğun olar. Skalyar kəmiyyətdir. Hər ikisi skalyar kəmiyyətdir. Həm elektrik yükü, həm də cəryan şiddəti skalyar kəmiyyətdir. 3 hər ikisinə uyğundur. Və ampermetrlə ölçülür. Əlbəttə ki, cəryan şiddəti ampermetrlə ölçülmüş olur. Deməli, cəryan şiddətinə uyğun gəldi 1, 4, elektrik yükünə 2, 3 isə ortaq xüsusiyyətləri olmuş oldu. Və dördüncü sualda müzakirə edək. Şəkildəki kimi dövrə yığılmışdır. Ampermetrin şərti işarəsi hansıdır? Ampermetrin şərti işarəsi bax 1 açardır, 2 mənbədir, 4 lampadır, amma 3 ampermetrdir. Demək ki, ampermetrin şərti işarəsi 3-dür. Bu halda ampermetr cəryan şiddətini ölçürmü? Cavabınızı əsaslandırın. Hal-hazırda verilən bu sxemdən baxsaq, aydın olar ki, ampermetr cəryan şiddətini ölçmür. Səbəb? Çünki fikir verin, burada açar açıqdır. Açıq açıq olduğu müddətdə burada cəryan tamamlanmır və bu baxımdan da ampermetr cəryan şiddətini ölçmüş olmur. Səbəb açar açıqdır. Deməli, bu sonuncu sual idi. Bu şəkildə sizinlə öyrəndiklərinizi yoxlayın və tətbiq edin hissəsindəki tapşırıqları həll etmiş olduq. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin memarı siz özünüzsünüz. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə qədər.